Növbəti mövzumuz dünya üçün elm öyrənmək və elmi gizlətmək. Allah Celle Şanuhu belə buyurur: Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxarlar. Fatir surəsi 28-ci ayə. Başqa bir ayədə Allah Celle Şanuhu buyurur: Kitabda, Tövratda insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz nişanələri və doğru yol göstərən ayələrimizi gizlədən kimsələr Allahın lənətinə düçar olar və bütün lənət edə bilənlər də onlara lənət oxuyarlar. Bəqərə surəsi 159-cu ayə. Allah Celle Şanuhu buyurur: Allahın nazil etdiyi kitabda, Tövratda və İncildə olanları, Peyğəmbərin vəsfini gizlədənlərin və onun müqabilində biraz pul alanların yedikləri qarınlarında ancaq oda dönəcək. Qiyamət günü Allah onlarla danışmaz, onları təmizə çıxartmaz. Onları şiddətli əzab gözləyir. Bəqərə surəsi 174-cü ayə. Allah Celle Celaluhu belə buyurur: Ya Resulum, Allah kitab əhlindən siz onu kitabda olanları gizlətməyib, insanlar üçün aydınlaşdırmalısınız deyə əhd aldığı zaman, onlar bu əhdə arxa çevirdilər və onu az bir qiymətə satdılar. Onların bu alış-verişi necə də pisdir. Ali İmran surəsi 187-ci ayə. Peyğəmbər əleyhissalam belə buyurur: Allah Celle Celaluhu rızası üçün qazanılan bir elmi yalnız dünya mənfəəti əldə etmək üçün öyrənən bir şəxs qiyamət günü cənnətin qoxusunu belə hiss etməz. Əbu Davud Əs-Sunen səhihdir, Kitabul Elm. Bir qədər əvvəl keçən Əbu Hureyrənin rəvayət etdiyi hədisdə cəhənnəmə üzü üstə sürüklənərək atılan 3 nəfərdən birinə belə xitab edilmişdi. Lakin sən alimdir deyilsin deyə elm öyrəndin. Qaridir deyilsin deyə Quran oxudun, belə də deyildi. Cabir ibn Abdullahdan, Allah ona razı olsun, mərfu olaraq rəvayət edilən bir hədisdə Peyğəmbər əleyhissalam buyurur: Elmi, alimlərə qarşı təkəbbürlük etmək, cahillərlə mübahisə etmək və xalq arasında müəyyən məqam qazanmaq üçün öyrənməyin. Kim belə edərsə, cəhənnəm atəşi onun üçündür. Atəş onun üçündür. Səhih İbn Macə Əs-Sunen İftitahul Kitabi fil İmani və Fədaili Sahabəti vəl Elm. Peyğəmbər əleyhissalam buyurur: Hər kim sual verildiyi zaman bildiyini gizləyərsə, qiyamət günü ağzına atəşdən yüyən vurulacaq. Səhih Ət-Tirmizi Əs-Sunen Əl-Elm. Abdullah ibn Amr'dan, Allah onun razı olsun, Peyğəmbərin əleyhissalam belə buyurduğu rəvayət edilir: Kim elmi gizləyərsə, Allah qiyamət günü onun ağzına atəşdən yüyən vuracaq. Yüyən sözünə gəm də deyirlər. Səhih Əl-Hakim Əl-Müstədrək Kitabul Elm. Peyğəmbər əleyhissalam buyurur: Allahım, faydası olmayan elmdən sənə sığınıram. Səhih Müslim Əl-Cami-Us Sahih. Kitab-ı Zikri və Duayı və Təvbəti və İstiğfari. Peyğəmbər əleyhissalam belə buyurur: Hər kim elmi Allahdan başqası üçün və yaxud onunla Allahdan başqasını istəyərək öyrənərsə, cəhənnəm atəşindəki yerini hazırlasın. Zəif Ət-Tirmizi Əs-Sunen Əl-Elm. Abdullah ibn Məsud
radiyallahu anh belə deyir: Kim elm öyrənib, onunla əməl etməzsə, təkəbbürlüyündən başqa bir şeyi artırmaz. Hilal İbn Əl-Ə'lə belə deyir: Elm öyrənmək çətindir. Onu öyrəndikdən sonra qorumaq daha çətindir. Ona əməl etmək isə onu qorumaqdan da çətindir. Ondan salamat qurtulmaq isə əməl etməkdən çətindir. Əbu Umamədən radiyallahu anh Peyğəmbərin aleyhissalam belə buyurduğu rəvayət edilir. Qiyamət günü əxlaqsız alim gətiriləcək və cəhənnəmə atılacaq. Bağırsaqları ətrafında dəyirman eşşəyinin döndüyü kimi dönəcək. Yəni fırlanacaq, bağırsaqları da ətrafında. Ona belə deyiləcək: Gör nə ilə qarşılaşmısan. Halbuki biz sənin vasitənlə hidayəti, doğru yolu tapdıq. O isə belə deyəcək: Qadağan etdiyim şeylərdə mən sizə müxalif çıxırdım. Haramları sizə qadağan edib, özüm işləyirdim. Suyuti Durrul Mənsur əsərində keçir. Bu hədisin bir başqa rəvayətində deyilir ki, qiyamət günü bir nəfər gətiriləcək və cəhənnəmə atılacaq. Cəhənnəmdə bağırsaqları ətrafına tökülmüş halda, eşşəyin dəyirman daşını döndərdiyi kimi bağırsaqlarının ətrafında dönəcək. Cəhənnəm əhli onun başına toplanaraq belə deyəcəklər: Ey filan kəs, sənin bu halın nədir? Sən bizə yaxşılıq etməyi əmr edib, pis şeydən çəkindirmirdinmi? O belə deyəcək: Mən sizə yaxşılıq etməyi əmr edirdim, amma özüm buna əməl etmirdim. Pis şeydən çəkindirirdim, amma özüm buna əməl etmirdim. Buxari Əl-Cami-ü Sahih, Kitab-ül Bədil Xalq. Bugün İslam dinindən heç bir anlayışı olmayan insanlara dinlərini öyrədən və sual verildiyi zaman cavablandıran ruhanilərin etiqad, halal-haram və s. bu kimi dinin həqiqətlərini bəzi səbəblər gətirərək həmin insanlara çatdırmayıb, dünya mənfəətləri üçün gizlətmələri onları İslam millətindən çıxaran küfr əməli işləmələrinə səbəb ola bilər. Bu çox təhlükəli bir vəziyyətdir. Onları Allahdan qorxmağa və axirətlərini dünyalarına satmamağa çağırırıq. Belə insanlardan Allaha sığınırıq. Uca Allah millətimizə haqqı haqq, batili də batil kimi göstərsin.